Bilərsən düzməsən. Salam dostlar, necəsiniz? Yaxşısınız inşallah. Bizim əvvəl qismətimizdir. Öncəliklə özümüzü mərifə eləyək. Mən Sönməz və Soheyl. Biz iki qardaşıq ki, bir tane kanal YouTube açmışıq. İnşallah ki, bizi himayət eləyəsiniz. Evet. İndi gedək əvvəl bəxşimizə. Əvvəl bəxşimiz də mənədir. Əvvəl bəxşimiz sual soruşma. Ki, sual soruşacaq və imtiyaz da eləyəcək. Düzdür. 10 dənə mən sual soruşacağım, 10 dənə də sən. Düzdür. Ne? Düz. Mən başlayayım. Buyur. Soruş. Birinci sual. کدام که از موارد زیر نشانه بالغ شدن است؟ A. خرید نان و نگرفتن پلاستیک اضافه. B. فهمیدن اینکه نمره مهم نیست ولی باز هم استرس گرفتن. C. لذت بردن از چرت‌های وسط روز. D. وقتی به منوی رستوران نگاه میکنی اول قیمت‌ها رو ببینی. Axəri. Menü restorana baxma. D. Ki, cibindən ölsəsən, pulun yetiyə ya yox. Sonra bunda olaysan ki, balıq olaysan. Və deydi düz. Həmən. Düzdür. Birin düz. Görə idamiyə. Gedək ikinci suala. İkinci sual soruş. Burada da ben bir dənə düz. Okey. İkinci sual. چرا فیل نمیتواند از روی درخت بپرد؟ Bəli. A. چون قدش به شاخه‌ها نمیرسد. B. چون از ارتفاع میترسد. چون هنوز گواهینامه پرواز نگرفته. D. چون در فیلمنامه D. چون در فیلمنامه طبیعت چنین چیزی نوشته نشده. Öncəliklə fil ağacın başına çıxa bilməz. Necə çıxacaq? 4 ton, 8 ton fildir necə çıxacaq? Düzdür. Ehtimalən yüksəklikdən qorxusu var. Yüksəklikdən, yəni D deyirsən də. Çünki fillər yüksəklikdən, irtifadan qorxuyurlar, ona görə eləyə bilmirlər ki, nə qayırlar, ağacın üstünə çıxarlar. Bu təəssüfana bu soru B deyil, D'dir. D də neydi? Çon der filname təbiət çeni çizi nevşti nəşrdir. Çünki onların DNA'larında və onların saxtarlarında yəni o cür bir şey yoxdur. Tamam. Bu oldu. Qələt cavab. Gedək üçüncü soruya. اگر گم شدی بهترین کار چیست؟ A. GPS گوشی را چک کن. B. از یک نفر آدرس بپرس. C ya da C. وانمود کن که از اول هم قصدت همین بوده. D. همونجا بشین تا یک نفر تو را پیدا کنه. Hangisi? Bu günümüzdə GPS betərdir. Hər nədir? Mənim nəzərim. GPS yəni məntiqlidir. GPS quşunu istifadə edirsən, düzdür? Eskidən məsələn bir adamdan soruşa bilərdik. Ələrdən quşun olsa, internetin olsa GPS hamısından betər. GPS asla. Bu məntiqi tərdir. Bəli, cavab odur. Cavab C-dir. Var. Cavabları hardan gəlir? Vanumut kon ki, az əvvəl həm qəsd həmin budur. Yəni, əvvəldəki itibsən, behtərin iş odur ki, vanumut eləyəsən ki, itəcəksən eləsən. İtəcəksən, elə uzunda da qalarsan. Yolu tapmayasan. Yolu da tapmazsan, qalarsan. Üçüncü soruda qələt. Dördüncü. چرا بعضی ها دیر جواب پیام میدهند؟ خب پیام verirlər cavab. Gəlsən 10 gündən sonra cavab ver. A. چون دارم از نظر روحی خودشون رو آماده میکنن. B. چون اینترنتشون تموم شده. خب C ya da C. چون جواب آماده ندارم و باید مشورت کنن. D. چون دوست دارم تو رو عذاب بدن. خب bunun müxtəlif şəraitdə ola bilər. Mənim nəzərimə dostların toru əzab edən olar.
istəyirlər. Bəziləri o cürdə, bəziləri eləyə bilər Müxtəlif ki, şəraitdə fərq edir. fərq eləyə bilər. Özdə bilirsiniz. Bəli, bəzi mövqelərdə o da olmuyor. Məntiqidir ki, məsələn, bəzi adamda nə var, bəzi adamda əzab vermir, yəni məşğuldur. Ona görə pəyam verə bilmək ki, bu 4-cü soruda da cavabımız A-dır. Son dara nəzər ruhi xodşun رو آماده میکنن. Niyə? Çünki yalan danışacaq. Yalan danışacaqlar. İnşallah ki, o cür olur. Bu da qələt oldu. Hələ Getdik bir dənəsini 5-ci suala. Çərə sobha bidar şudan səxtdir. Sürdürmək niyə? Çətindir. A. چون پتو قدرت جاذبه خاصی داره، چون روحت هنوز تو دنیای رویاها گیر کرده، رویا görürsən, yuxu görürsən. C. چون صبحها اصلا نباید وجود داشته باشه. D. چون زنگ ساعت دشمن انسان است. Süblər olması ya. Süblər nə olmaz? Çünki sobha nə başladı yazır. Ha, اصلا نباید وجود داشته باشه. Cavaba baxaq. 5-ci sual, 4-5-ci sual. Bu da qələt oldu. Çünki pətu qudrət cazibə xas idarə. Axı mən pətuda yatmıyorum, yorğanda yatıyorum. Əlbəttə, Bu bu cavablarda insandan insana fərq eləyə bilər. Bəli, biz səy edirik ki, o məntiqi cavabı vermirik. Biraz cavablar məntiqdən uzaqdır. Bunu da məntiqi oydu ki, düzdür. Çünki məsələn süblər əsən uyanmayasan və ya da olmaya ki, yuxudan məcbur qalmayasan durasın. 6-cı soru. چرا آدم وقتی گرسنه است بد اخلاق میشه؟ A. چون معده مستقیما به اعصاب وصل است. B. چون خونرسانی به مغز متوقف میشه و فقط معده کار میکند. C. چون گرسنگی یعنی وضعیت قرمزه. D. چون غذای نخورده یعنی انرژی از دست رفته. Hamısı oluyor və bunlar. Qəza naxordu və enerji işlə az dəst rəfti deyə enerji. Gedib əldən. Da axırıncısı olar. Sonra qəza yeməyib, enerjisi yoxdur. Və hövsələsi yoxdur, heç iş görə. Adam elə bu da məntiqidir, hamıda da ola bilər. Adam ki, məsələn, acı, mədəsi boşdur, nə olur? Get-gedə bədəxlaq olur. 6-cı soru, bu düzdür. Bu düzdür. Getdik 7-ci soruya. 7-ci soruyu amadasın. Bəli. چرا کنترل تلویزیون همیشه گم میشه؟ A. چون کنترل قدرت نینجای دارد. B. چون قانون طبیعتی را میگوید. C. چون وقتی کنترل لازم نیست همیشه جلوی چشم است. D. چون یکی از اعضای خانواده همیشه آن را قایم میکند. Hangisi ola bilər? Çon qanuni təbiət. B'dir. Çon qanuni təbiət inzam میگوید. Bəli. Görək düzdür. Hər nəyi axtarsın, hələ gəlməz. Bəli, Axtarmayanda gələr. Bu da ola bilər ki, məsələn, ayrı adamda uşaqdan zaten onun ayırıb onu gizli etdi. O da ola bilər. Ola bilər. Qaim kərdi. Bəli. Həmişə də uşaq olmuyor. Bəzən tək olanda da iti. İtidir, düzdür. Bu qələtdir cavabı. Nə idi? 7 C-dir. Çon vaxtı kontrol lazımdır, həmişə coloy çeşməz. Ona görə. Yəni, çünki lazımdır, gözün qabanda görürsən vardı, vəli gözün qabanda qoyursan vardı, vəli görməyirsən. Bəzi mövqedə belə bir şey olur. Buna da 7. Və gediyor 8-ci soruya. چرا وقتی یک نفر خمیازه میکشد بقیه هم خمیازه میکشند؟ Bəli. Buyur. A. چون خمیازه مثل ویروس منتقل میشود. B. چون آدم ها نمیخواهند در تنبلی تنها باشند. C. چون قانون نانوشته طبیعت است. D. چون بدن فکر میکند مسابقه خمیازه برگزار شده. Mən nəzəmə bədən fekr میکنه مسابقه خمیازه برگزار. Bakalım şimdi, bakıyoruz. 8-ci soru B'dir, qələt dedi. Qardaş, B'dir. B'də nə deyir? Son adamha nemikhahən der tənbəli tənha başən. Bu nə oldu? Bu da qələt oldu. 1, 2, 3, 4, 5, 6, 7, 8.
2 dənə. Hə, 2 dənə vuracaq, 2 dənə suala düz cavab verir. Bəli. 9-cu soru. چرا وقتی گوشی از دستت میافتد ضربان قلبت تند میشود؟ آ. Bir şey gizlədiysən ona görə. چون گوشی از جان هم عزیزتر است. Bəli. B. چون مغز فکر میکند یک فاجعه رخ داده. C. چون واکنش طبیعی به از دست دادن یک چیز ارزشمند است. یک چیز ارزشمند است. D. چون صحنه آهسته مرگ گوشی در ذهن پخش میشود. C-də. Son varkonış təbii az dəstlərdən yeksiz. چون واکنش طبیعی به از دست دادن C deyirsən. چون Hə. واکنش طبیعی به از دست دادن یک چیز ارزشمند است. Bakalım hemen bakıyoruz. Yox, D-dir. 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 Məntiqi fikirləşirsən, düz gəlmir. Məntiqsiz fikirləşirsən, yenə də düz gəlmir. Bu suallar konkuru sual. Yaxşı, indi də keçək 10-cu suala. Bəli. Keçək 10-cu suala, görək 10-cu sualımız nədir? 10-cu sual. چرا وقتی توی اتاق تاریک میدوی فکر میکنی یکی دنبالت میکند؟ A. چون فیلم ترسناک زیاد دیدی. B. چون مغز همیشه گزینه بدترین سناریو رو انتخاب میکنه. C. چون ارواح عاشق دیدن آدم‌های ترسیده هستند. D. چون احتمال برخورد با دیوار 90% است. Çünki burada nə sual var idi? Hamısı qeyri-məntiqi idi. Rədd olunmayan bir şey idi. Mən burada rədd olunmayan bir şey idi. Nə mənə son ehtimalı bərxurd var divar 90%. Son ehtimalı برخورد با دیوار 90% است. Görək sualın cavabı nə mənadır? Cavabı düzdür. 10-cu sualda düz cavab verdim. Son ehtimalı برخورد با دیوار. Burada məntiq yoxdur. Yəni bu suallarda məntiqsiz, nə qədər məntiqsiz olsuz, evlə düz cavab verir. Düzdür. Nə qədər məntiqsiz olsa evlə də düz cavab verə bilərik. Yaxşı, gedək ikinci bəxşə. İkinci bəxşə gedək. Görək mənim suallarım nə cürdür? Yaxşı. Birinci bəxşimiz burada qutardı. Sönməzin cavab verməklərindən. İkinci bəxşimizdə mən cavab verəcəyəm. Görək nə cür olacaq. Görək Sönməz mənim üçün nə cür suallar tərrah edib və düzənləyib. Bəli. Hop, keçdik ikinci bəxşə və burada da mənim suallarım var. Xoş gəldiniz ikinci bəxşə. Bəli, xoş gəlibsiniz. İndi mənim suallarımıza baxız, görürüz nə qədər təfavüt var mənim suallarımla. Görək. Keçək birinci suala, görək nə mənim. کدام یک از این سیارات بیشترین تعداد ماه‌ها را دارد؟ زحل، مریخ، زمین، نپتون. Bu sualı hangisinin ayı çoxdur? Bu sualı dərvaqə mən bilmirəm. Bəli. Cavabını bilmirəm. Bəli. Öyle atmaza cavab deyəcəm. Tamam. Mən Merrix deyəm. Merrix deyirsən. Niyə? Merrix deyəm. Niyəsini bilmirəm. Öyle şanslı deyil. Şans var. Çünki cavabını bilmirəm. Qələtdir. Cavabı Zuhəldir. Və fikir edirəm 4 dənə ayı var idi, əgər iştibah edəməsəm, yadımdan çıxıb. Çünki müstənəd var idi, orada görmüşdüm. Keçək ikinci suala. Keçək. Tamam. در کدام یک از این موجودات خون آبی است؟ یعنی qanı abidir, göydür. İnsan, xərçəng, fil və quş. İnsan, bir də fil. Bunlar məməli qrubundadır, yəni standardılar. Ona görə bulanki oxşar olar, yəni qırmızı olar. Pərəndə ilə xərçəng də, pərəndə də qırmızı olar. Çünki toyuq zat yekdələ görürük, ola bilər.
Sonra mən xərçəng deyim. Xərçəng deyirsən. Mütməinsən. Belə. Əllərlə. Tamam. Düzdür. Xərçəngdir. Və elmi suallar. Sağ ol özünüz. Təfavutumuz burada müşəxəs olur. Çeyrək sualdan elmi sual. Çək deyil olar. Yox, məntiqi. Keçək 3-cü suala. Keçək. Tamam. نخستین موجود زنده‌ای که به فضا فرستاده شد چه نام داشت؟ Bağa, həmin lakboşt, meymun, sək, muş, it, sıçan. Meymun, sək, muş, lakboş. Meymun. 5. Meymunu İran yollamışdı. Bu cahanda deyil. Cahanda. Bəli. Cahanı bilmirəm. Cahanı bilməyəsin, nə mən olar? Meymun deyəm. Meymun deyirsən, meymun. Baxaq görək. Qələtdir. Qələtdir. Evet. Sək deyilmiş, yəni ki, əvvəli mövcuddur ki, yollayıblar fəziyə. Hop. Çox bunları mütaliə edirəm. Bəli. İttilatım az. 4-cü suala keçək. کدام ماده به عنوان سخت‌ترین ماده طبیعی شناخته می شود؟ Elmas, qızıl, gümüş və fulat. Çünki qızıl bahadır. Bəli. Nöqrədən fulat ucuzdur qızıla görə. Aha, rəbti çoxdur. Rəbt olmuyor. Baha olmalı rəbt olmuyor. Yox, Elmas ucuzdur qızılda. yox, Bahadır elmas. bəli. Amma fulat qızıldan ucuzdur. Bax, qızıldan satdı. Qızıldan ucuzdur fulat. Hə, Bilmirəm onu. Amma qızıl Mən bahadır təbii. onlardan. Mən elmas deyəm. elmas deyirsən. Elmas. Elmas. Elmas fikirdən qızıldan o birisilərdən baha olar. Ona görə səxtərdir. Ona görə ehtimalən bəhsdir. Bəli. Düzdür, cavab hala məntiqsiz cavab bilirsiniz bəzilər kimi. Amma düz cavab deyil. Şans bu cür nə olardı? Bombəstdən çıxarsan qutuvana. Keçək 5-ci suala. نیروی گرانش در کدام سیاره از خورشید بزرگتر است؟ زهره، مشتری، مریخ و تیر. Niruy Giraniş. Niruy Giraniş nə mənada o çəkimdir. Həmin də Yer çəkimi. G müsaviyə 10. Yəni cazibə zəmində. Cazibə zəmin yerin Yer çəkimi, cazibəsidir. yerin Amma cazibə. müştəridə cazibə zəmin O Newton adda alma. Hə, Onlara alma. rəbti var. Alma düşdü başına. Onlara rəbti var. Səhv elədir. Yeni Görəcək. Zohrədə var, müştəridə vardı. Bilmirəm onu. Merrixdə var. Merixdə 100% var. Tir. Tirdə həmin Ətarud. Tiri heç tanımıram. O cür bir səyyarə var. Bəli. Gəzəgən var o cür. Və Ətaruddur. Və Güyə də, yox, Günəşə də ən yaxın səyyarədir deyir. Mən müştəri deyəm. Müştərim. Müştəri çünki o ətrafında şey var, çevrəsində daşlar falan var. Daşlar falan. Mən ondan deyəm ki, müştəri olur. Cavabın düzdür. Müştəridir. Müştəri qazlardan ta ora ki itilan var. Qazlardan təşkildə və qobardan falan. Onlardan vahəm. Və həmişə də dərhal seyirdir, dərhal gərdişdir. Və bu gərdiş bais olur ki, çox niruy cazibə ələ gətirər. Və hətta bir dənə də durbin yollamışdılar ora. Getdi ki, cəvdən girdi içəri. O qədər niruy cazibəsi yuxarıdır ki, özünə bu durbini çəkdi. Ta axəri ləhzəyəcək də videosunu çəkmişdilər. Müstəniddə var idi. Axırda da partladı. O qədər gəlmə çox idi, sürətdən cəzb oldu. Müstənədə çox baxarsın. Bəli, həmişə müstənədə baxar. Və can ki,
filmə baxan, müstənədə baxan. Hə. Mən filmə baxıram. Sən filmə baxarsan. Məlumdur. Hop, keçək 6-cı sual. Neçə? 6. 6. انسان‌ها از چند درصد ژن‌های مشترک با شامپانزه‌ها برخوردارند؟ 70%، Çətin sualdır. 85%، 98% و 99%. Buna bir yerde okumuştum. Tamam. Cəm 98%. 98%'de C'de düzdür. O 99% neden bizim iştirakımız var? 99% Əgər bilsin. insan Hə, sıçanla, yox, mozla. mozla, Bəli, mozla. mozla neymiş? Yekəm olsun. Əməli başlamaz. Mozun xeyri. Bəli. Ya neçə dənə düz oldu mən? Neçədən düz oldu? 4 dənə düzdür da. Oo. Tamam. 7. suala keçdik. آیا زمین یک کره کامل است؟ Bilmiyorum. بله، نه کمی کشیده است، نه بله. شکسته است، نه کاملا تخت است. Şikəstə nə mənədir? Şəkəsti Qırılıb. yəni ortadan Qırılıb. qırılıb. Kamilən təxt. O da ola bilər. Bəziləri də kamilən təxtdir. Bəli. Mən o kitab dərsi zat var, onları da Bəli. görmüşəm. Biraz uzundur. Uzun. Kəmik keşiydi. Hə, yemiş oxşay. Mən yemiş olsun. Tamam. B deyəm də, B. B. Kəmik keşik. 7B. Tamam. Bu da düzdür. Əlbəttə nəzərət müxtəlifdir. Təxt ya da kəmi keşidi olmaq nəzərinə. Mənim nəzərim odur ki, biraz kəşidəli nəzdik bir təxt. Ola bilər, Ola bilər. Mənim nəzərim odur. O xədə hevlədən şeydir. Biraz bu durumda. Ola bilər. Neçənci suala gidiyor? 7-ci sual idi. Getdik 8-ci suala. 8-ci sual. Əvvəlin unsuru cədvəl tənavübi kodam است. Hidrojen, karbon, oksijen, nitrojen. Əvvəlin cədvəli tənavübi. Cədvəli tənavübi əvvəlin. Məndəliyevin cədvəli. Bəli, Məndəliyev. danışməndə Rusi. Rusi həmişə də imtahanlarda bizim ərzədə biləyən. Karbonla hidrojenin arasında bilmirəm, karbon neçədir? Hidrojen mən deyəm. Hidrojen deyirsən. Şey ədəd atomu da yekdir. Bir dənə atomu var. Çünki orada da ədəd atomidən ən küçükdən yuxarıya doğru gedir. Fikirləmə Hidrojen var. Yox. Hidrojen. Baxa görə nə Mən mənədir? hidrojen deyəm. Hidrojen. Görək Tamam. dostlar necə olacaq? Hidrojendir yoxsa karbondur? Tamam, bu da düzdür. Hop. 9-cu suala gedək, görək nə var. کدام یک از این سیالات می تواند به نقطه جوش بسیار پایین برسد؟ Verirsən. سیالات همون مایعlərdir. Hayır. Nitrojen maye, ab, benzin və metan. De hansı nöqtə cuşe azı var. Azdır da. Yəni Tez az dəmadan, az hərarətdən tez qaynaya Tez bilər. qaynayır. Hə. Məsələn, suyunki 100 dərəcədə qaynar. Ondan aşağı var. Ondan aşağı 100% var. İndi benzin qaldı, metan, nitrojen maye. Hansılar ola bilər? Benzin ki çox tez yanır. Benzini Ola qaynadıb bilər. suyun deyəcək. Mən Mən qaynatmamışam. qaynatmışam. Yox, mən də qaynat. Siz Metan nədir? Qazdır metan. metan səyyalat yazmaq mən var. Nitrojen maye gözümə şirin deyil. Şirin Mən deyil. istəyəm onu deyəm. Hər yerdən Instagramda da olur da. Mən istəyəm nitrojen maye deyəm. Nitrojen var. Gözümə Sən qətlən şirin deyil. tamam. Nitrojen maye düz sualda. Düz cavabdır demək. O birisi suala 10-cu sual. Görək nə var. 10-cu sualda nə deyib? Rəngi aseman bedəlli çə çizi yazsın. Göyün rəngi niyə mavidir? Göy niyə göydür? Göy niyə göydür? Hə.
واکنش شیمیایی پراکندگی نور انعکاس از سطح زمین تابش خورشیدی. Mən buna pərakəndəci nur deyim. Pərakəndəci nur. Nur gəlib pəxş olanda pəxş olur. Gəlir o şeyi göstərir, abını göstərir. Tamam. Pərakəndəci. Özündən bir şey dedim bəli. Nur pərakəndə. Qəbuldur. Pərakəndəci nur düzdür. Düzdür. Bəli. Və bir dənə də itila bir şey deyim ki, enəkas nurda bu cür ola bilər ki, hər cismi ki, nə rəngdə görürük. Məsələn, nə deyə bilərik? Tişertim ki, məsələn, qaradır. Bu tişertim niyə qara görsənir? Əlbəttə bizim gözümüzə qara görsənir. Nurun ki, rəngi 7 dənə rəngdir, müxtəlif rənglərdən. Bəli, onların nurlarının hamısını cəzb edir bu tişert, hamısını cəzb edir, fəqət qara rəngin enəkas verir. Ona görə qara rəngli buna dəydi. Bazı tab oldu, bizim gözümüzə gələndə qara rəngi görüyoruz bunu. Ayrı rənglərdə, ağ rəngdə olsun, hamısı olsun. Məsələn. Bu da itilatı. Mən bunu bilmirdim. Bilmirdim, mən bunu düzdür. Sonuncu sual idi. Axır sual idi. Bəli, axır sual idi. Qurtardı suallar. Və neçə dənə oldu? 8 dənə suala düz cavab verdim. در مقابل این که من neçə dənə cavab vermişdim? 2 dənə. 2 dənə. Ya 3 dənə idi. 3 dənə cavaba düz. 3 dənə. Suala düz cavab vermişdim. 3 dənə suala düz cavab. Mənim suallarım pişrəftli sual. Bəli, çox pişrəftli idi. Vallahi pişrəftli sual. Onlar zəhmət çəkmişdim, tərrahi. Əllərini ağrımasın. Dedim, həm də rahat soru olsun, çətin olmasın. Hətmən qismət bəddə cobran elərəm. Görək. Çox sağ olun bizi izlədiyiniz üçün. Buracaq gəldik və gələcək qismətə görə gələcək qismətəcək sizi Allaha tapşırıram. Sağ olun, salamat qalın. Mən də sizə Allaha tapşırıram. Yenə gələn qismətlərdə ayrı bəxşlərimiz də olacaq. Bunu göstəriş verəcək və ayrı əyləncəli və sərgərm konəndə də bəxşlərimiz olacaq. Bizdən həmrah olun, bizi himayət edirsiniz. Abunə olun, dombal edin, follow edin, subscribe edin bizi. Biz də enerji alaq. Bərnamə icad eləmək üçün, proqram icad eləmək üçün. Və bərnaməni qutaraq, xudahafız. Bay bay.